Sakit Okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab olunan Nauru rəsmi adını dəyişməyə hazırlaşır. Ölkə rəhbərliyi dövlətin bundan sonra yerli dildəki adı olan Nauru kimi tanınmasını təklif edib. Təşəbbüs yaxın vaxtlarda ümumxalq səsverməsinə çıxarılacaq. Nauru prezidenti David Adın parlamentdə çıxışı zamanı bildirib ki, ad dəyişikliyi ölkənin dili, mədəniyyəti və tarixi irsinə hörmətin ifadəsidir. Hökumətin açıqlamasına görə Nauru adanın yerli dildəki adıdır. Nauru formasından isə uzun illər xarici ölkə vətəndaşlarının tələffüzünü asanlaşdırmaq məqsədi ilə istifadə olunub. Cəmi 21 kvadrat kilometr əraziyə və təxminən 13 min nəfər əhaliyə malik ada dövləti tarix boyu müxtəlif adlarla tanınıb. 1798-ci ildə adaya çatan Britaniyalı dənizçilər onu Pleasant Island, yəni xoş ada adlandırıblar. Almaniya 1888-ci ildə adanı ilhaq etdikdən sonra isə Nauru adı rəsmiləşdirilib. 1919-cu ildən etibarən Avstraliyanın idarəçiliyinə keçən ada 1968-ci ildə müstəqillik qazansa da mövcud adını qoruyub saxlayıb. UNESCO-nun məlumatına görə Nauru dili kritik təhlükə altında olan dillər sırasındadır. Yerli əhali gündəlik həyatda bu dildən istifadə etsə də dil məktəblərdə tədris olunmur. Rəsmilər hesab edirlər ki, Nauru adının rəsmiləşdirilməsi milli kimliyin gücləndirilməsinə və dilin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.